əziz gənclərimiz, əziz ziyalılarımız, əziz vətəndaşlar, çox gözəl bir məqam yaranıb. Bizim bu il 2020-ci ildə Tovuzda gedən müharibə bizim gözümüzü açdı. Deməli, erməni təkcə Qarabağdır. Bizi yer üzündən silib özünü orada bizim torpağımızda dövlət qurmaq istəyir. Evet. Bəyən bilmirdi bizim başçılarımız, bilmirdi. Bize arka duran kim oldu? Türkiye. Bəli. Biz Türkük ve Türkiye'de bizim kardeşimizdir ve ben çok böyle teşekkür ederim bizim prezidentimize. Neye göre? Yaxşıya yaxşı demək lazımdır, düzə düz demək lazımdır. Prezident Yunan səfirinə gələn kimi dedi ki, biz onu biləsən ki, Türkiyə ilə qardaşıq və daima onun yanındayıq. O məni çox qürurlandırdı. Evet. Və bütün vətəndaşlarımıza deyirəm, bizim iş bilənlərimizə deyirəm, prezident aparatından tutmuş ta fəhləsinə qədər və hamısına deyirəm, üzümüzü biz Türkiyə çevirməliyik. Biz Türkük, Türklə də bir olmalı. Ayrı dövlətimiz var, Türklə əlaqə. Türkün qoşunu da olmalıdır burada. Onun deməli qoşunları burada yerləşdirilməlidir və biz bir-birimizi daima qorumalıyıq. İqtisadiyyatımız, siyasətimiz hamısı ümumən bir yerdə olmalıdır. Yəni biz ayrı bir dövlət Azərbaycanıq, onlar da ayrı bir dövlətdir. Amma biz tərəfdaşıq. Bu her tərəfli. Beni yandıran odur. Bizim Rus başçılarımız neydir? Aç ki İranla Türk arasında insanlar vizasız geçip gelebilir. Azerbaycanla Türk ikisi de. Sana kurban olup bize orada vizasız geçmeye icazə vermirdiler. Ha böyle şey olar ha. Böyle şey olar. Siz ne inirsiniz devleti? Böyle devletçilik olur. Azerbaycan halkının başında duran bazı mamurlara deyirəm ben.